Sabahınız xeyir olsun. Sizi yeni bir mənzərə ilə, yeni bir videoyla elə buradan dedim başladım. Saat 12 olacaq. Bugün yuxudan əslində tez durmuşdum. Sonra 1-2 saat belə yatdım. Bugün ev günümdür, evdəyəm. Dedim 1-2 saatda yatım istirahət edim. Haradasa ona işləmiş belə durdum. 7 qalmış oyanmışdım. Sonra da ona işləmiş durdum. Bu mamamın balaca o öz toyuğuna çıxan cücələr də var. Əlavə aldığı cücələr də burada var. Sizə hələ ördəklər göstərmişim. Bit bazarına aldım ördəklər. Yəqin adı gün ərzində sizə göstərəcəm. Burada da ki mamamın böyük toyuqları var. Toyuğu, xoruzu hamısı buradadır. Bayaqdan baxıram. Mən gəlirəm deyə sıraz qaçırlar, görürlər içəri. İndi burada əyilib durdum ki məni fikir verməsinlər. Amma onlar da yəni çəkə bilim. Xoruz var ses salır. Baxın bu xoruz. Ses salır. Ses salan kimdə hamısı onun arxasınca gedib gelir içəri toyuqlardır. İnşallah bugün də vlog çəkə bilərəm. Yəqin ki evdəki gördüyüm işlərdən. Daha doğrusu öyle bir evdə iş görəsi deyiləm. Amma da yəni nə eləsəm çəkmək istəyirəm. Uzun zamana sonra 7. gündür ki, yəni durub rahat heç ara tələsmədən rahat elə 1-2 saatda ki əlimdən telefon yerə düşmür. Əslində bu internet də yəni o qədər yaxşı bir şey deyil. Çünki alırsan əlinə telefona baxırsan o video bu video baxıram ki vaxtı keçir. Neyse. Bu cücələr də özlərini öldürür. Olsun. Mamam evdə deyil, bacım güldədir. Ona görə qardaşım bunlara baxır, yemini falan hər şeyini o verir. Ördəklər qəşəng yedizdirib, ürəyini istəyən. Yəni qalıb cücələrə də yemi var. Prosta amma desə çölə çıxmaq istəyirlər. Adə çölə ancaq şey çıxardacaq, ami çıxardacaq bunlar çölə. Bu il ərik ağacı, bu ərik ağacımızda və üzərindəki bütün gülləri mamam deyir ki töküb. Bircə dənə meyvə gördüm, baxım o da burada. Şah, bundan başqa hələ ki meyvə falan görməmişim. O da diqqətən baxıram, nəsə görsənmir. Deyirsən bu il əriyimiz gətirmədi, amma çox qəşəng əriklər olur. Bəlkə əvvəlki vloglarımda görmüş olarsınız. Belə iri qəşəng soçunu, yəni bazarda satılan ərik belə olmur. Və mamamın gülləri. Hara baxırsan, mamam ştilə ki, ayağımı qoymağa yəni qorxuram ki. Bu da yaponski əzgildir də. Bunu da əkib anam. Bir də ki bağda belə balaca bu çiçəklər var. Bu bilmirəm nədir. Baxın bundan doludur. Yəni hara baxırsan kolların arasında bunlardan var. Amma maşallah gilaslar yəni gətirib, yəni çox çiçəklidir. İnşallah gilasdan boluq. Gilasdan boluq deyir. Neyse burada da mamam ştilləri var, bilmirəm nə əkib. Orada pomidordur, əkdikləri. Ona sarı çiçəyi də var mamam. Neyse. Qəşəng səhər-səhər ürəyini istəyən pulunu çay dəmləmişəm, çay içmişəm. İndi gedim yenə. Evdəyəmsə ancaq çay içirəm. Birazdan da görüm uşaqlara nə hazırlayacağım, nə yiyəcəm. Yəqin onda vlog şəklində çəkərəm inşallah bugün. Bugün bütün nə yediklərini nəsə çəkmək istəyirəm. Baxın, burada da var bunu. Bir laləyə oxşuyur, laləyə də oxşuyur. Bilmirəm, lalə hansı sortudur. Və mamamın üzümüdür. Kəsib təzədən əkib deyəsən. Çünki yekə bir ağac var idi orada. Günəş də düşür, heç nə görmürəm. Bir ağac budur, buzu qurudub. Bunun da üzərində yaz, yay, qış fərqi yoxdur. Meyvəsini əl vurmursan irəlidə qalır. Birini qopardım meyvəsini. Burada baxın meyvəsi xarab olur. Bu da dayımındır.
Dayım aparacıydı rayona. Ona aparmıyor. Mini limon. Təzyiq olanda heç nə. Gəl götürür. Ye, get. Kuxuna nə gündədir. Kuxuna bir əl gəzdirim. Çöl içərdən istidir. Ev isə soyuqdur çöldən. Bəlkə günəş düşürdü. Nura yeməyini falan yedi çıxdı. Getdi padrukaların yanına. Bir də Amidin zavtrakı. 3 dənə yumurta istədi glazov. Biri partladı, ikisi isə hazırdır. Buyurun Amid müəllim. Al Amid suyu var. Sağ ol. Size göstereceğim ödevlere bakın. Ucu böyüyüblər maşallah. Kuzi gel. Ben de alayım ama alacaksın. Gel. Görün necə qəşəngdir. Böyüsünə rənglər dəyişəcək. Aa, o arasına cücəyə bax, tükləri yoxdur. Keçəldir. Bak. Səni belə kim yolub? Oy, başın əti gör səni, boynunun əti. Kuzi, gel. Gel Kuzi, gel. Bunun qardaşım yaxşı alır. Bunlarla danışır. Bunlar kokluyor, öpür. Gel Kuzi, gel. Mənə qaçım. O külək qalxdı. Cücə salır. Kış. Allah'ım. Kış. Korkma. Hadi gedin də nə tək qorxunurlar adamla. Oh my god. Yeri. Arkada da biri. Taktılar. Bunlar giren değiller. Hara. Ona git bura. Hara gelirsən. Gel. Kaçırır buradan yana. Amid sen köpüğe girsin. Allah'ım. Hadi gir yürü. Hara kaçırsın. Biri de arkada kaldı. Koyma piste çıksın. Hadi gelir arkanda yol ver ona. Sakla onu orada. Kopisini getirin. Nerede? Yok. Davay dokuzlar da sal. Ya Allah. Davay. Koyma çıksın. Buradan bak çıkmır. Var. Aa biri var. Geldi mi oraya? Yine gir.
Hara. Sabunlar dərlimizdən. Buna baxın, siz Allah cücənin əlində qaldı da, getdi axırda girdi oraya, indi də bəri gəlmiş gələ. Bunlar səndədir. Birinin əlindən tuttum atdı, bir qaldı. Amit, hə düzən tut da, düzən tut. Hə, yox mən istəyirdim, davay. O litdi. Ördəklərimiz buradadır, qusilərimiz. Qusilərimiz. Lalım oxşayır qusilər. Ay, mən də tət tutum həm. Qaçın, qaçın. Bu xəstədir. Aç qapını. Davay, götür get. Amit bizi qoydu. Hani? Oradan əlləşir. Əlləşək ora. Oo, başınızı alın soxur. Dəhşət. Özünü öldürəcək, ayrı qalıb. Boşun dayıcı qaldırmaq lazımdır. Get sər. Neysə. Uzun bir əlləşmədən sonra axır ki sala bildik. Bir də paltarlar var, bunlar gərək yığım. Hə, nəyə kömək edim? Ayım, aparsan da, bu deyiləcək. Deməli, paltarlar falan yığdım, qattaladım, qoydum. Evdən çıxdım. Gedirəm Savalandakı Araz'a. Savalanın girəcəyində böyük bir Araz supermarket var, oraya gedirəm. Nuray da yanımdadır. Nuray ilə bərabər gedirəm. Deməli, dünənləri axşam evə gələndə mamam mənə deyir ki, bu arada küsmüşəm amma elə biləm mənə zarfatça deyir də. Mənə deyir ki, bəs ehtiyatlı ol, deyir, dəlilər deyir, qaçıb. Mən də elə biləm, mənə də belə sataşmaq kimi yəni deyir də, yəni mənə ələ salır ki, yəni sonra ikinci dəfə zəng edir. Yoldayım, nə rahat gəlib çatmama görə. Deyir, yox, deyir, həqqi deyir, məştəqadan, deyir, dəlilər deyir, qaçıb. Deyirəm ki, səhər soruşum, deyirəm, nə oldu, dəlilər qayıtdı. Dedi ki, o xəbəri, dedi, get qızın Nuraydan deyir, sorur. Mən dedim, Nuray nə əlaqəsi? Deyir, Nuray deyir, gətir, mənə xəbər deyir. Nuray, sənə də kim deyib? Sərdat xal dedi. Sərdat xal da Könülün Zəhra mamasına dedi də, yəni Könül xala dedi. Könül xala da bizə dedi. Savalandakı qonşularımız TikTokda qabaqlarına xəbər çıxıb ki, bəs belə də dəlilər falan deyir, qaçıb. Xoşum gəlir, gəl. Hə. Son xəbəri kimdən alırıq? Ancaq Nuray xanımdan alırıq. Savalanda işlədən bütün xəbərlər hamısı Nurayda. Gedək, alışveriş edim, gəlim. Bugün əslində böyle yağmur üçün bir şey pişirmək istəyirəm. O da bilmirəm ki, yəni nə pişirim. Nuray, sən kes mənə bu biz tərəfinə. Hə, o da bilmirəm ki, əslində nə pişirim. Ki, yəni gündəlik pişən yeməklərdən bir şey olmasın. Maraqlı bir şey olsun. Pirog zaten edəcəm. Mamam gelib baxım görüb cemlərindən, varinəsindən nə varsa aralarına da belə qoyacağım. Pirog ucu reseptini atmışam. Ailə yox, Nuraya atmışam. Qalsın. Mən də deyirəm, Baxın, bura baxın. Bu evi çox qəşəng. Belə splaşın şüşəli tikirlər. Çox qəşəng fikirlər. Yəni dizaynı çox xoşuma gəldi. Amma navesin biraz qabağa olması belə var, patkırışa. Mənə o qədər xoşuma gəlmədi. Baxın, bu ev ondan da qəşəngdir ki, baxın. Belə göstərim sizə. Kim tikdirirsə, can sağlığından tikdirsin inşallah. Sağ-salamat yığışsınlar. Yəni kim nə niyyətlə tikirsə inşallah ürək dolusu içərisində otura bilsin. İnşallah Allah mənə də qismət edər. Mən də buradan yəni torpaq alıb qəşəng, amma istədiyim Avropa sayağı dizaynda yəni ev tikdirmək istəyirəm. Siz necə ev istəyirəm? Məsələn, buradakı evlər mən fikir vermişəm Azərbaycan sayağı. Siz necə? Otaqlar çox böyükdür, həddindən artıq böyükdür də. Koridor da çox böyükdür də. Məsələn, mənim mamam koridorun bir gün sizə göstərir. Məsələn, keçən mamamla danışanda da deyirəm ki, o koridor çox böyükdür. Yəni o koridorun yerinə mən bu kuxlanı böyük edərəm. Çünki mənim vaxtımın 99%-i yəni bu kuxnaya gedir də. Yəni bu kuxnada oluram. Qəşəng divan, stol qəşəng qoyub, yəni mebeldə qəşəng yığdırtdırandan sonra yəni super olur. Gəlirsən? Hə, məsələn, amma mən tikdirəcəyim ev elə olsun ki, funksional olsun da. Yəni atxot eşinə qalmasın, kuxnası çox böyük olsun. Bəlkə kuxnası iri də, kuxna zat stüdyo da, yəni arası açıq da istəyirəm. Amma yaxşı damafonunu sormaq şərti ilə. Çünki çoxlarda damafon yaxşı işləmir, bütün evə iyi falan yayılır da. Neysə,
Bunu manifestləyirəm. Ay, qazıyırlar. Sizə. Bu yağlar ən yaxşı yağdır. Falan sıkılan çox çeşidlidir. Baxın. Çok götürəcək. Şöyle seçək. Dur, alasan, ralqo böyücün alarsan. Qabı neyini dedi? Urfisoji marketdən gəldim. Aldıqlarımı sizə göstərim. Nə almışam? Çek, cəmi tutub. 43 manat 77 qəpik tutub. Çek. Deməli, burada kələm də almışam. Bir də buradakı kartuşkadır. Bu gürcü çörəyidir, qışa çörəyidir, belə soba çörəyidir. Yəni bunu oca başını burada Nurayla mən yedim. İndi də Ahmet yeyir. Ahmet də salat yeyir, gəldim ki. Deməli, belə bir basmati düyü sürüb. İndirimdə olan ən ucuz düyüdür. Bizim uşaqlar düyünü çox sevir deyə onu aldım. Dedim, elə alım. Hamısında indi dəmləyəcəm. Sonra belə bir lavaş aldım. 1.49 aydı. Bu da indirimdəydi. Harsı 79 desin qəpiydi aldım. Sonra nə almışam? Burada deməli xiyar aldım. Xiyar belə xiyardır. Toyuğun döşünü aldım. Hardasa yarım kilodan biraz artıqdır. Və 2 dənə də belə qırmızı soğan aldım. Bunu da salat düzəldəcəm. Bir belə paçkada olan yumurta aldım. İnşallah yumurtadan sındırmalam. Çünki bu yumurta da aldım. Sonra nə aldım? Sonra bu mayonez istəyirdim. Belə bir mayonez indirimliydi. 2 neçəydi səhv eləmirəmsə. Bu Zatiya yağını çox sevirəm. Bu yağ aldım. O da indirimdəydi. 4 manat idi. Beləli pendir aldım. Belarusiyanın pendiridir. Heç paport eləməmişəm. Qəşəng resept tapmışam. Ona uyğun bir şey hazırlayacağım. Onu sizlərlə görəsiniz. Ona görə bundan aldım. Sonra belə bir saska aldım. Dedi ki, dadı hiss dadına verilmiş. Daddı. Dedi ki, uşaqlar üçün çox yaxşıdır. Bu da kilosu 11 manat idi. Bundan götürdüm. Harca yarım kilodan 700 qramlıqdır, 706 qramlıqdır. Özümə belə kofelər götürdüm. Kofe içəcəm ki, enerjim gəlsin. Və bir də ki, ən sonda uşaqlara südlü kakao götürdüm. Suya qatıb içmək üçün hərəsinə bir dənə 3 dənə götürdüm. Və bir də hərəsinə hamıza 5 dənə də dondurma getirdim. O dondurmada marazinkadadır. Aldıqlarım elə bu qədər. Bir də ki, beləli isti soba çörəyi vardı və soba çörəyi də aldım. Aldıqlarım bu qədər. İndi gedim əynimi dəyişim. Gəlin başlayayım işimə. Kofemi içdim. Karamellisindən içdim. İndi də Netflixdən əslində kino axtarıram. Uşaqlar da iPadda dilini dəyişiblər kinoların. İngilis dilindədir. Burada Apex yazılıb. Buna baxmaq istəyirəm. 1 saat 37 dəqiqalıqdır. Amma iş görə yeməyi hazırlayana kimi. Burada da sizə göstərim. Bu katastrofa hələ yığışdırmamışam. Stolun üstü belə tördəkündədir. Durumu tezə başlayayım. Həm yeməyi pişireyim. Saat neçə oldu? 6-ya qalıb. Başım bayaqdan yeni bir vlog yükləmişdim. Ona qarşımışdım. Vlogu da yüklədim. Qısa bir short ki, yəni vlog artıq yayındadır. İnşallah izləyicilərim daha çoxalar. Görək necə olur. Yəni buna görə disiplin olmaq lazımdır. Bacım demişkən, səndə deyir disiplin deyir, yoxdur deyir, başlayırsan, sonra deyir, buraxırsan, əslində onu düz deyir. Sadəcə olaraq, siz necədir, işə adam gedib gələndə, yəqin sizdə də elədir, həm yorğun olursan, həm çəkmək bir şey olmur. Yəni, səhər-səhər girirsən işə, 9-un yarısı, 9-da girirsən,
Bir də 5-6-ya, yəni ancaq bitirirsən də. Sonra da hara gedim mənim ondan sonraki yan vlog çəkim. Məsələn, bugün evdəyəm, belə çəkə bilirəm. Nəysə, dur mən başlayım. Çox danışdım. Uşaqlar da çıxacaqlar birazdan. Düzdür, zavtraka gedəcəkmiş, amma uşağa çıxacaqlar. Bu arada sizinlə siz nəyə bölüşmək istəyirəm? Bu saskanı sizə göstərmək istəyirəm. Baxın, bu halal kralın saskasıdır. Kral halal sosis yazılıb. Dadı sizə deyim ki, çox möhtəşəmdir. Yəni mən uzun zamandır nəsə yemirəm də. Yəni necə saska kalbasa, yəni necə yemirəm. Sonra toyuğun özünü yemirəm. Amma bunun dadı qızlar deyim möhtəşəm. Yəni endirmə də düşüb Arazdan, düzdür, buradan Araz reklam eləmiş kimi oldum, amma reklam deyil. Sadəcə olaraq həqiqətən dadı çox gözəldir. O bir Araz saskalar çıxmışdı, manqalı üstü belə. Bəlkə indi də var, sadəcə o dada adam rast gələ bilmir. Amma bunun dadı çox möhtəşəmdir. Yəni möhtəşəmi də. Yəni balacadır. Mən balacasına götürdüm. Uzunu da var, böyüyü də var. Mən balaca uşaqları deski götürdüm. Bundan 3 dənəsini pişirdim. Birini Amid sağ olsun sırası götürdü. 2 dənəsini yedim. Möhtəşəm, yəni dadı var idi. Hadi şey. Ne? Yukarı gittim. Bak. Artık mı? Bu neydi? İndi görəsən. Deməli qızlar, bura qədər əgər videomu izlədinizsə, sizə çox təşəkkürümü bildirirəm. Kanalıma abunə olmağı və like qoymağı, kommentar yazmağı da unutmayın. Deməli, bu bir istirahət günündə çəkdiyim bir videoydu. Yəni istirahət günüm necə keçir və bunu vloqlamaq istədim. Burada isə bu tənbəl xaçapur idi, yəni yalançı xaçapur idi. Bunu da internetdən tapmışdım. Düzdür, xaçapur üçün asobu pendir olmalıdır.
Suguni adında belə bir pendir yazılmışdı. İnternetten tapmışam bu videonu. Amma o pendir məndə olmadığı üçün adicə Qalanski pendirdən istifadə elədim və bir də ağ pendir əlavə elədim. Belə deməli neçə gündə edəsinizsə onu bölürsüz və içliyi də ona bərabər bölürsünüz və elə içərisini yerləşdirib sonra isə yayıb və tavada da bişiririk. Çox dadlıydı, həddindən artıq. Yəni uşaqlar da həm doyumcul, həm də çox dadlıdır. Bu arada bacıma da söz vermişəm ki, onları da bişirəcəm. Hər şey aldırdım, amma vaxt olub bişirə bilmədim. Buradan da ona çatdıram ki, mütləq sizlə də bişirəcəm. Və bugünlük bu qədər. Vlogumu bura qədər izlədinizsə sizə çox dərindən təşəkkürümü bildirirəm. Sağ olun, sağlıqla qalın və yeni bir videoda görüşmək üzrə. Hələlik.